Dövlət Gömrük Komitəsinin əməkdaşı həbs edilib. Yeni Sabahın məlumatına görə, Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin rəisi Fərid Usubov, Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Baş Prokurorluğun mətbuat xidmətindən APAya məlumatı təsdiq ediblər. Xəbərə görə, Fərid Usubov Korrupsiyaya qarşı mübarizə Baş İdarəsində başlanan cinayət işi çərçivəsində saxlanılıb. Onun barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda zəruri istintaq tədbirləri icra olunur. İctimaiyyətə əlavə məlumat veriləcək. Əlavə edək ki, Fərid Usubovun saxlanılması barədə ilkin olaraq günunsesi.info məlumat paylaşıb. Fərid Usubovun uzun illər Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini işləmiş general-leytenant Cəbrayıl Usubovun oğlu olduğu bildirilir. Uzun illər Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini olmuş general-leytenant Cəbrayıl Usubovun oğlu Fərid Usubov həbs olunub. Yaxın saatlarda həbsin detalları barədə əlavə detalları təqdim etməyə çalışacağıq.